Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, hər birinizi salamlayıram. Mən burada təkcə bir vətəndaş kimi yox, həm də İbrahimin döyüş yoldaşı, dostu kimi iştirak edirəm. İbrahim təkcə bir cəsur bir döyüşçü kimi, cəsur bir zabit kimi yox, həm də öz səmimiyyəti ilə, dost canlılığı ilə, qəhrəmanlığı ilə, vətənsevərliyi ilə seçilən insanlardan biridir. İbrahim hər zaman çətin vəziyyətlərdən çıxmağı bacaran, çətin vəziyyətlərdə öz dostlarına, yoldaşlarına, öz şəxsiyyətinə ruh yüksəkliyi verən, onlarla bilik bacarıqlarını bölüşən bir zabit, bir komandir idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün onun dostu kimi, yoldaşı kimi burada bu tədbirdə iştirak eləmək mənim üçün çox çətindir. Çünki biz hər birimiz onun yolunu gözləyirik. İbrahimin bugün doğum günüdür. Çox istərdik ki, o bu günü bizimlə qeyd eləsin. Amma təəssüf ki, İbrahim öz ömrünü bu vətənə, bu xalqa fəda eləməyi seçdi və adını tarixə əbədi olaraq yazdı. Mən İbrahimə və bütün Azərbaycanın ərazi bütövlüyündə şəhid olmuş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların ailələrinə başsağlığı verirəm və səbir diləyirəm. Və bu tədbiri təşkil etməyinə görə Şərur rayon İcra Hakimiyyətinə, Qazi Əlisoy və Qazi Davudov Ceyhuna təşəkkür edirəm. Sizlərə də həmçinin təşəkkür edirəm ki, şəhidlərimizə dəyər verib onları yaddan çıxarmırsınız, hər an anırsınız və onları diqqət mərkəzində saxlayırsınız. Çox sağ olun.